ərzində rastlaşdığın hər xırda problemi böyüdürsənsə, yaşadığın hər hadisəni dönə-dönə düşünürsənsə, dayanmadan özünü, ətrafındakı insanları mühakimə edirsənsə və sağlıqlı qərar verməkdə çətinlik çəkirsənsə, gözəl dostum, bu video sənin üçündür. Əgər zihnimizdə sıxıntılar varsa, olduğumuz ən gözəl ortamlar belə bizə maraqsız, sönük gələcəkdir. O yerlərdə belə canımız sıxılacaqdır. Heç bir yerdə sakitlik, dinclik tapa bilməyəcəyik. Sanki hər şey üstümüzə gəlir. Və sağlıqlı zehnimizin olması üçün nə etmək lazımdır? Gözəl dostum, sağlıqlı zehin üçün artıq lazımsız düşüncələri düşünmə deməyəcəyəm. Zaten bunu hər kəs söyləyir. Sağlıqlı zehin üçün sənə verəcəyim ən böyük məsləhətim vücud sağlığına diqqət et. Bu nə deməkdir? Yorğun, ağır, xəstə bir vücud sağlıqlı qərarlar verə bilməz. Xəstə bir vücudun zihni müsbət düşüncələrə yönəlməkdə çətinlik çəkər, ən çox negativ düşüncələrə yönələr. Demək ki, zihin sağlığımız bədən sağlığımızdan asılıdır. Özünə buna görə sağlığına diqqət etməlisən. Bu qədər unutmayaq, biz bir yerdə daha güclüyük və özünüzdən müğayət olun.